Ekranı kaydet. Deməli, noxud toxumu düzərərkən baş verən dəyişikliklərlə əlaqəli qrafikləri nəzərdən keçirin. Birincidə, deməli, toxumun kütləsi yazıbdır. Zaman keçdikcə toxumun kütləsi. Biz bilirik ki, noxud toxumu düzərəndə birinci özünə suyu çəkir. Düzdür? Suyu çəkəndə toxumun kütləsi artar, azalar. Təbii ki, artar. Artar. Düzdür? Artar. Deməli, bu Artar. A variantı olan doğrudur yoxsa yanlışdır? Yanlışdır. Görsünüz Doğrudur. neyini yapdı? Yanlış. Kim idi doğrudur deyən? Görmürsüz belə aşağıya düşür, azalır. Və belə aşağıya düşür, azalır. Təzdən artır, təzdən azalır. Noxud toxumu cücərərkən baş verən dəyişikliklər cücərərkən suyu udur cücərir də. Suyu udarında həcmi neynir? Böyüyür və suyu qəbul etdiyi üçün də kütləsi artır. A variantı yanlışdır. Ayrılan istiliyin miqdarı. Yadda saxlayırıq. Toxum cücərən zaman ondan istilik ayrılır. B variantında istiliyin miqdarını sabit göstərib ki, yəni istiliyin miqdarı neynəmir deyir? Dəyişmir. Bu ifadə yanlışdır. Mütləq neynir? Artır. Bu da səhvdir. Ləpələrdəki Bəli. ləpələrdəki qida maddələrinin miqdarı get-gedə neynir? Azalır. Bəli, azalır. Niyə? Ləpədə olan ehtiyat qida maddəsi hesabına noxudun cücərtisi inkişaf edir. O inkişaf etdikcə ləpədəki qida maddələrinin miqdarı da neynir? Azalır. C variantı doğrudur. Sonuncu, istifadə olunan oksigenin miqdarı. İstifadə olunan o demək ki, noxud toxumunun istifadə etdiyi oksigenin miqdarı. Toxum cücərərkən oksigeni daha çox istifadə eləyir. Burada yazıb ki, qrafikdən görünür ki, istifadə olunan oksigenin miqdarı azalır. Xeyr, istifadə olunan oksigenin miqdarı neyinir? Artır. Anlaşıldı? Bəli. Tamam. Bəli. Sonra Bəli. sonra hissə digər şeylərə keçəcəyik. Deməli, sonra tamam. Çiçək diaqramlarıyla bağlı bir nəfər yazıb. Çiçək diaqramı nədir? Biz ümumiyyətlə çiçəyin hissələrini bilirik də, hansılardır? Deməli, çiçək saplağı var. Çiçəyin saplağı ola da bilər, olmaya da bilər demişdik. Çiçək yatağı var. Çiçək yatağı mütləq olmalıdır. Kasa yarpaqları var. Kasa yarpaqları. Bunlar nəyə əmələ gətirir? Kasacığı. Bu ola da bilər, olmaya da bilər. Ləçəklər var. Bunlar nəyə əmələ gətirir? Tacı. Bu da ola da bilər, olmaya da bilər. Erkəkcik var. Bu ola da bilər, olmaya da bilər. Bir də nə var? Dişicik var. İndi sizdən də fikir istəyirəm. Birinci, çiçək diaqramı deyəndə ən birinci xaricdən olan örtük ki var, ən birinci. Məsəl üçün, yaşılla göstərirəm, bax bunu. Bu sizcə yaşılla göstərdiyim kasa yarpağıdır, yoxsa ləçəkdir? Kasa yarpağıdır. Kasa yarpağı. Kasa yarpağı. Kasa yarpağıdır. Kasa yarpağının altında, məsələn deyirəm, bu rənglə göstərdiyim nədir? Ləçək. Ləçək. Tamam. Biz bilirik ki, kasa yarpağı və ləçək bu ikisi birlikdə nəyə əmələ gətirir? Çiçək nəyini? Yanlığını. Çiçək yanlığı. Bəs yaxşı, bunun içində mənim çəkdiyim belə sarı-sarı nöqtələr kimi belə görüntülərdir. Bəli. Tam mərkəzdə isə Dişici. Dişicik. burada da dişiciyi göstərdik. Nalan, çiçək diaqramı demişdin. Bunu nəzərdə tutursan, yoxsa düsturu? Mən məsələn orada düsturda bəzən yazılır C altında 2 üstə gələk 2. Tamam. Elə yazılır. O nə? Gəlin belə eləyək. Bizim dərsliyimiz hər kəsdə var.
Məsəl üçün, dərslikdə o yazılanları bir dənə izah eləyim sizə. Hər kəs dərslikdə səhifə deyəcəm, o səhifəni açsın. O səhifədən bir dənə hər kəsə Bəli. izləyim, bu bitsin. Deməli, e, səhifə uşaqlar, səhifə açırsınız, bircə dəqiqə. Aha. Səhifə açırsınız 56. Açdınız səhifə 56-nı. Bəli. Səhifə 56-da birinci müxtəlif çiçək formulları aşağıda verilmişdir. Görürsüz, orada birinci şəkildə belə bir işarə var. Gördünüz, birinci. Orada yazılıbdır K mötərizədə 5. Bu nə deməkdir? K ilə nəyə işarə eləyirdik? Kasa yarpaqlarını. Deməli, kasa yarpaqlarının sayı 5 dənədir və mötərizə nəyi bildirirdi? Bitişikdir deməkdir. Bəli. Sonra C 5 yazıb. C ilə nəyi işarə eləyirdik? Tacı təşkil edən ləçəkləri. Deməli, ləçəklər də bitişikdir. A ilə işarələyirdik erkəkciyin sayını. Demişdik ki, əgər hər hansı bir element 12-dən çoxdursa, Sonsuz. sonsuzluq işarəsindən göstəririk. Bu da sonsuzluqdur. Və sonsuzluğu da dairəyə alıbdır orada. Demək ki, sonsuzdur və hamısı bir-birindən necədir? Bitişikdir. Və C 1 yazıbdır. Heç vaxt biri bitişik yaza bilməz. Bir dənə olan şey nə ilə bitişik ola bilər ki? Anlaşıldı? Deməli, dişicik sayı da neçə dənədir? Bir dənədir. İndi baxın, bu çiçək formulunu verib bizdən nə soruşa bilər? Bu çiçək haqqında biz deyə bilərik ki, bu çiçək mütləq öz-özünə tozlanır. Düzdür, səhvdir? Düzdür. Səhvdir. Düzdür. Ola da bilər, olmayacaq. Bəli. Hardan bilirsən ki, bu çiçəkdə erkəkcik, dişicik eyni vaxtda yetişəcək? Hardan bilirsən ki, erkəkcik dişicikdən yuxarıdadır? Anlaşıldı? Sadəcə bir dənə bildiyim bir şey var ki, bu çiçək nədir? Hermafroditdir. Həm erkəkciyi var, həm də dişiciyi var. Düzdür? Deməli, mənim dediyim ikinci ifadə öz-özünə tozlana bilər. Öz-özünə mütləq öz-özünə tozlanmalıdır. Fikri nədir? Yanlışdır. Amma Səhvdir. desəydim ki, bu çiçək formuluna malik bitkinin çiçəyi öz-özünə tozlana bilər. Fikri nədir? Düzdür. Ola da bilər, yəni olmaya da bilər. Anlaşıldımı? Tamam. Yaxşı, bu çiçək formuluna uyğun mən net, dəqiq, mütləq nə deyə bilərəm? Deyə bilərəm ki, hermafroditdir. Deyə bilərəm ki, bu çiçək hermafrodit və ya deyə bilərəm iki cinslidir. Deyə bilərəm, bax bu gördüyümüz məlumata əsasən deyə bilərəm ki, bu çiçək iki qat çiçək yanlıqlıdır. Çünki K5-i, K-sı var, nəyi var? Bir də C-si var. Anlaşıldı mı? Deyə bilərəm ki, bu çiçəkdən C neçə dənədir? Bir dənədir də, görürsüz. C bir dənədir, düzdür? Mən önümüzdəki dərsimizdə o meyvə dərsi var. Meyvə dərsində belə bir məlumat var idi. Bir dişiciyi olan çiçəkdə yumurtalıqdan əmələ gəlirsə, bu hansı meyvədir? Sadə meyvədir. Düzdür? Mən buna əsasən deyə bilərəmmi ki, mütləq bu çiçək düsturuna malik olan bitkidən sadə meyvə əmələ gələcək. Deyə bilərəm də, elə deyil. Bəli. Aha, bunu anladıq yəni. İndi ikinci bir düsturu yazıram. Bununla bağlı bu ifadə, nalan bunu anladıq. Bəli. İndi ikincini yazıram. Deməli, ikinci də deməli belə bir işarə qoyub P3 6 A0 G1. Birinci bu işarə, bax bu işarə bildirir ki, bu çiçək hansı çiçəkdir? Erkək. Bu erkəkdir yox. Dişi. Bu Dişi. bu dişinin işarəsi. Dişidir. Bəli. Dişidir müəllim. Bəs P nə deməkdir? Yarpaqcıq və yaxud da yəni sadə çiçək yanlığı olanlarda kasa yarpağı və ləçək neyniyirdi? Olmurdu. Əgər P yazılıbsa, deməli mən buna əsasən deyə bilərəm ki, mütləq bu sadə çiçək yanlıqlı çiçəkdir. Düzdürmü? Və
Burada Bəli. yazıqların sayını deyir. Neçə ilə neçə arasında dəyişir. 3 ilə 6 arasında deyir, dəyişir. Yəni 3 dənə də ola bilər, 4 dənə də, 5 dənə də, 6 dənə də. Anlaşıldı? A Bəli. sözü ki, erkəkciyi yoxdur. Zaten erkək Bəli. olsaydı bu işarə var idi. Bax bu işarə. Bu işarəni mən avtomatik ekranı paylaşmışam da görürsüz. Bəli. Bəli. Mən Bəli. bu işarəni Bəli. koymazdım. Bəli. Sonra C1'ə gəlincə C1 dənədir, dişicikdir də. Dişicik də bir dənədir. İndi başqa bir düsturu yazıram. Belə bir düstur. P3 P3 6 A3 bir də C0. P3 6 o deməkdir ki, sadə çiçək yanlış Erkək. və 3 dənə erkəkciyi var və heç biri də bitişik deyil. Bitişik olsaydı mötərizədə olardı. Dişicik sayı da nə qədərdir? Sıfırdır. Sıfır. Deməli, bu da məlumdur və sonuncunu yazıram. Belə düstur qoyub K5 mötərizəyə alıb. Deməli, kəsə yarpağı var. 5 dənədir. C1 üstə gələk 2 üstə gələk mötərizədə 2 A9 üstə gələk 1 C1. Bu nə deməkdir uşaqlar? Deməli, paxlallar fəsləsini keçəcəyik gələcəkdə. Paxlallar fəsləsinə aid olan bitkilərdə kasa yarpağı 5-dir, bitişikdir. Bax, bu ləçək var, bax bu C. C bir dənə yazıb. Onlarda bir dənə olur yelkən. Sərbəst ləçəkdir. Görürsüz, bir dənə ondan yazdım. 2 dənə olur avar. Bunlar da sərbəst ləçəkdir. 2 dənə də bitişik ləçək olur. Bunlar əmələ gətirir. İkisi birlikdə əmələ gətirir. Bir dənə qayıqcığı. Qayıqcıq. Erkəkciklərdən 9-u bitişikdir. Biri necədir? Sərbəstdir. C1. Bax bunu izah eləyirdim mən sizə. Bir dənə nəyi var? Yelkəni var. 2 dənə avarı var. 2 dənə də nəyi var? Bitişik ləçəyi var. Biz bunu noxud çiçəyinin quruluşunda öyrənmişik əslində. Səhifə 59-a baxın. Səhifə 59-da görürsüz, orada yelkən var. Sonra avar var. Bir də qayıqcıq var. Baxın, bu şəkillərə son dərəcə diqqətli baxmaq lazımdır ha. Yəni imtahanda bu şəkli salıb nəsə soruşsa, yəni yanılmamaq üçün bu şəkilə son dərəcə diqqətli baxmaq lazımdır. Bunu yəqin ki başa düşdük. Nalan, bununla bağlı, bu hissə ilə bağlı anlamadığın nəsə var? Xeyr. Tamam. Belə eləyəcəyik. Biz ümumi şeyləri müzakirə eləyəcəyik. Müəllim. Sənin mənə atdığın nalan başqa o suallar ki var. Həmin sualları sənə WhatsApp-da səslə atacağam. Həmin özün anlamadığın nə varsa baxarsan da, yaxşı? Sonra Yaxşı Müəllim, müəllim. bir də ləpə yarpaq, məsələn, olur da bir ləpəli, iki ləpəli, onları sayıla bilərsiniz. necə bir ləpəli? Yəni hansında bir ləpə var, hansında iki ləpə var, yoxsa necə? Yox, mən ümumiyyətlə, yəni ləpə nədir, onu başa düşməm. Ləpə toxumun rüşeyminin bir hissəsidir. Ləpə toxumun rüşeyminin bir hissəsidir. Məsələn deyirəm, bax yazıram. Məsələn, lobya toxumunun quruluşu. Ömər burdadır. Bəli, mən. Tamam. Lobya toxumunun quruluşunda birinci toxum qabığı var. Toxum qabığından sonra ümumiyyətlə toxum qabığı əmələ gəlir. Yumurtacığın divarından və toxum qabığı yalnız ana bitkinin xüsusiyyətini daşıyır. Sonra rüşeym var.
Rüşeym həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Rüşeymin hissələri var. Deməli, rüşeym deməkdir. Rüşeym kökçüyü var. Rüşeym gövdəciyi var. Rüşeym tumurcuğu var. Bir də var, deməli 2 ədəd ləpələr. Ehtiyat qida maddələri lobya toxumunda harda toplanmışdı? 2 ədəd ləpə yarpağı. Ləpələrdə. Və rüşeym həm atanın, həm ananın xüsusiyyətini daşıyırsa, deməli rüşeymə aid olan hər bir şey həm atanın, həm ananın xüsusiyyətini daşıyır. Yəni rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və 2 ədəd ləpə yarpağı. Məsələn, bu oldu lobya toxumunun quruluşu. Qarğıdalı dəninin Qarğıdalı dəninin quruluşuna gəlincə, deməli toxum qabığı ilə birləşmiş meyvə yanlığı. Bilirdik ki, dən meyvələrdə toxumun qabığından meyvə yanlığı bitişikdir. Toxum qabığı ilə birləşmiş meyvə yanlığı yalnız ana bitkinin xüsusiyyətini daşıyır bunlar və rüşeym. Rüşeymə nə aiddir? Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu, bir ədəd ləpə və 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 aiddir bu tərəfdən yazıram endosperm. Endospermdə toplanır ehtiyat qida maddələri və qarğıdalı dəninin, məsələn, belə bir dənə şəkil çəkə bilər. Qarğıdalı çəkməz, buğda çəkər. Tutaq ki, buğda dənini çəkib göstərirəm sizə. Deməli, burada bax göstərirəm sizə. Bu buğda dənidir. Bu ləpədir. Bura endospermdir. Burada rüşeym kökçüyü var. Burada rüşeym gövdəciyi var. Burada da rüşeym tumurcuğu var. Bundan inkişaf eləyən kök hansıdır? Əsas. Qumral buradadır. Qumral. Bəli, buradayam. Tamam. İndi baxın, endosperm deyilən hissə ki var, bax bura. Bura hansı bitkinin xüsusiyyətini daşıyır? Həm atanın, həm ananın. Ata və ana xüsusiyyətini daşıyır. Çünki endosperm nədən əmələ gəlir? Sperminin mərkəzi hüceyrəni mayalamasından. Bura ki var, bax, bura, opşu bura. Burada ata və ananın xüsusiyyətini daşıyır. Fərqi yoxdur, hər ikisi. Ata və ana. İndi ehtiyat qida maddələri bu endospermdən birinci hara keçər? Birinci bura nədir bu? Ləpə yarpağı. Yarpağı. Birinci ləpə yarpağına keçəcək, oradan digər hissələrə. Anlaşıldı? Başa düşdün? Mail. Hə, Mail. Məndən başa Bəli, düşməmişdim. bəli. Başa Başa düşdüm. düşdüm. Tamam. Əla. Yaxşı. Ömər. Ömər. Bəli. Mən inşallah bugün sənə hardasa bir 3-4 dənə mövzunun linkini göndərəcəm. Sən bu sabah gün ərzində onlara bax. İmtahana qədər hər gün 4-5 dənəsini göndərəcəm. Bax, onlardan
Öyrən birinci mərhələni keçsənsən, ikinci mərhələyə ücə toparlana bilərsən inşallah. Oldu müəllim. Yaxşı. Deməli, başqa mənə yazanlardan kim var idi? Müəllim biz də yazmışdıq. Qumral sən yazmışdın, Qumral. Aynen duyğudur. Hə, Duyğu. Duyğu, sən əvəzinə kimsə yazmışdı mənə? Ayan yazmış. Bəli, ayağım yazmışdı. Mənim telefonum yataqxanada. Tamam. Gəlin belə eləyək də. O 3.9 ki var, 3.9. Mən onun video dərsini şey eləyəcəm. Video dərsini atım sizə. Siz o dərsə baxın. Oradan yenə baxıb yenə başa düşməsəz yenə soruşun. Amma 3.9 yəni böyük bir dərsdir də. Onu bu müddətdə izah eləsək digər xırda şeylər qalacaq. Yaxşı müəllim. Oldu. Hə. Tamam. Bir də şeydir. Bax verim mən PDF atacaqsınız. İndi bax həmən göndərirəm sənə o PDF-i. Səndə açacaqdı bircə dəqiqə. O göndər. Çünki yox. Duyğu Rasi. özünə attım Duyğu. Bəli müəllim, çox sağ olun. Mən də sağ ol. Tamam. Yaxşı. Başqa problemi olan hansısa bir hissədə varsa deyin. Yəni belə bir şeyləri deməkdə ayıb bir şey yoxdur. Deyin, mən imtahandan sonra heç kəsdən bəhanə istəmirəm ki, mən əslində onu bilmirdim. Belə bir şeyləri qəbul eləmirəm mən. Bilmirdin, vaxtında deyərdin, öyrənərdin. Milana, sən nəsə yazmışdın mənə? Bəli yazmışdım. Tamam. Megaspor yazmışdım da bir daha onu. Bunları izah edin zəhmət olmasa. Tamam. Mikrospor nədir, megaspor nədir? Bunu deyək. Bax, ümumiyyətlə bu erkəkciyin sapıdır, bu da erkəkciyin tozluğudur. Tozluğunun içində mitoz bölünmə nəticəsində əmələ gəlir bu gördüyümüz. Buna deyirik ana tozluq nəyi? Ana tozluq hüceyrəsi. Ana tozluq hüceyrəsi hansı bölünmə ilə əmələ gəlir? Mitoz Mitoz bölünme. anlaşıldı. Həmin bu ana tozluq hüceyrəsi ki var, həmin o ana tozluq hüceyrəsinin özü meyoz yolla bölünəcəkdir. 4 dənə, bir dənə hüceyrədən 4 dənə nə əmələ gətirəcək? Mikrospor əmələ gətirəcək. Baxın, dərsliyimizdə səhifəni deyirəm, bir dənə oranı açın zəhmət olmasa. Səhifə 61-i açırıq. Açdıq səhifə 61-i. Bəli. Bəli. Orada tozluq və tozluq borusunun formalaşması olan hissəyə baxın. Tozluqlarda. Bax bu nədir? Bu tozluqdur. Tozluqlarda ana mikrospor hüceyrələr olur. Həmin bu ana mikrospor hüceyrə dediyimiz bizim bu ana tozluq hüceyrəsi dediyimizdir. Yəni buna biz ana mikrospor hüceyrə də yaza bilərik. Bircə dəqiqə. Ana mikrospor hüceyrəsi. Ana mikrospor hüceyrəsi var. Bu ana mikrospor hüceyrəsinin arxasından oradakı cümləyə baxırsınız. Bu hüceyrələrin hər biri bölünərək 4 mikrospor əmələ gətirir. Yəni, bunun bir dənə nüvəsi var. Bunun bir dəfə bölünməsindən 4 dənə nə əmələ gəlir? Mikrospor Mikrospor. hüceyrə. Ana mikrospor hüceyrə yox ha, mikrospor hüceyrə. İndi mən belə bir şey yazsam görün doğrudurmu? Bir ana mikrospor hüceyrə 4 ədəd mikrospor. Düzdürmü? Uşaqlar, bir dəqiqəmiz var. Getsə 10 dəqiqə sonra yenə link atacağım, qoşularsınız. Yaxşımı? Oldu müəllim. Tamam.
Elə burada saxlayaq, bunun dalını da orada izah eləyəcəm.